Deməli dostlar, gəldik çatdıq gerundlara. Sizə səmimi deyim ki, mən ingilis dilini öyrəndiyim müddətdə gerundları demək olar ki, heç vaxt bilməmişəm nə olduqlarını. Bütün mövzuları öyrənirdim. Gerundlar haqqında o qədər də məlumatım yox idi. Ona görə təzə-təzə danışmağa başlayanda onları səhv istifadə edirdim, amma o öyrəndiyim tekstlər, dinlədiyim listeninglər, oxuduğum məqalələr və s. mənə kömək edir ki, o avtomatik məndə formalaşsın. İndi mən sizə belə ümumi məlumatı verəcəm, amma bilməyinizi istəyirəm ki, bu öz təcrübəmdən yola çıxaraq deyirəm ki, bu avtomatik formalaşa biləcək bir mövzudur. Deməli, gerundlar ümumiyyətlə nələrdir? Biz bir şeyin sonuna, ümumiyyətlə bir feilin sonuna, məsələn, biz deyirik ki, to play deyə bir şey var. Bu to play oynamaq deməkdir, məstər formasındadır. Biz bunu cümlədə to-nu atıb istifadə edirdik. Play, məsələn, I play, you play, he, she, it plays, we play, you play, they play şəklində. Biz buna ing artıracağıq. Gerundlar deyəndə insanların ağlına ilk gələn şey playing. Bu bilirsiniz Azərbaycan dilindəki nəyə uyğun gəlir? Daha çox oynama. Bax, inkarda demirəm, ha, oynama demirəm. Oynama. Bax, buna çox oxşuyur. Tam o deyil, amma çox oxşuyur. Məsələn, buradakı hər hansı bir misala baxacaq. Deyirəm ki, üzmək yazıb yaxşı məşqdir. Exercise. Deməli, demir ki, swim is good exercise. Deyir, swimming is good exercise. Biz üzmək yaxşı məşqdir. Yox, üzmə, yəni o üzmə prosesi yaxşı məşqdir. Bax, ondan danışırıq. Ona görə deyirik ki, swimming is a good exercise. İkinci mövzuda deyir ki, oxuma söz ehtiyatını inkişaf elətdirir. Reading improves your vocabulary. Yəni, bu həmin o hərəkəti bir növ isimləşdirir. Oxumaq nədir? Hərəkət edirsə düzdür. Amma oxuma bir prosesin adıdır. Bir isimdir bir növ. Ona görə deyirik ki, reading, demirik ki, read improves. Deyirik ki, reading improves your vocabulary. Bax, gerundlar əslində bunlardır. Daha sonra, deməli, gerundlarla bağlı bilməli olduğunuz bir neçə nüans da var, amma deyim kimi, çox dərinə getməyin ki, cümləni quranda beyninizdə çox analiz eləməyəsiniz. Ümumiyyətlə, nə qədər çox informasiyanı mənimsəmədən beyninizdə saxlasaq, cümləni qurmağa başlayanda baxacaqsınız ki, beyninizdə nə qədər şeyləri analiz eləməlisiniz. Ona görə də öyrəndiyiniz hər şeyi mənimsəyib, sonra növbəti bilgini almağa keçməlisiniz. Bunu mənimsəməsəz, 2 bilginiz olmuş olacaq və cümləni quranda həmin o 2 bilgini analiz eləməli olacaq. Sonra 3 bilgini, sonra 4 bilgini, bu 5 bilgidən sonra baxacaqsınız ki, ayda, mən nə qədər şey analiz eləməliyəm və cümlə qurmaq üçün bir 10 dəqiqə düşünməliyəm. Ona görə bir-bir, sıra-sıra getməliyik. Ona görə bunu da biraz üzdən demiş olacağım, çünki bu mövzuya yenə sonraki dərslərdə qayıdacağıq. Deməli, burada nədir? Bəzi feillərdən sonra biz 2 feil yanaşı gələndə to istifadə edirik. Bəzi feillərdən sonra isə o gerund formasını ing formasını istifadə edirik. Məsələn, love feili var. I love to go demirik. Deyirik ki, I love going, I love swimming, I love learning. Yəni, mən öyrənməyi sevirəm. Öyrənmə prosesini sevirəm bir növ. Belə yadda saxlaya bilərsiniz. Sonra enjoy var. Enjoy yazılır. Bundan sonra yenə ing-li istifadə edirik. Deyirik ki, məsələn, I enjoy learning English. Mən ingilis dili öyrənməkdən zövq alıram. Əylənirəm ingilis dili öyrənərkən. Bax, bəzi feillər var ki, onlar hansı ki qeyd olunub qeydlər hissəsində, onlardan sonra ing gələcək, yəni feil gəlsə. Amma bəzi feillər var ki, məsələn, want, istəmək. Deyirsiniz ki, I want, bundan sonra to, məsələn, go deyəcəksiniz. Going deməyəcəksiniz. I want to go, yəni getmək istəyirəm. Başa düşdünüz? ing-li istifadə edəcəyimiz feillər bir neçə dənədir, onları öyrənmək lazımdır. Amma dediyim kimi, bunu öyrənmək çox-çox vacib deyil. Çünki orada qarışdırıb to ilə istifadə eləsəz, ing ilə istifadə eləsəz, şimdi sizə səhv tutmayacaq və
avtomatik dinlədikcə, mətnləri oxuduqca özü sizin dilinizə yatacaq ki, bundan sonra ing istifadə etməliyəm, yoxsa to istifadə etməliyəm. Dolayısıyla iki feil yanaşı gələndə biz ikinci feili ya to ilə istifadə edirik, ya ing ilə istifadə edirik. Bəzilərində ing olur, qalanlarında to olur. Bu qədər bəsitdir. Əlavə olaraq həmin o hərəkəti isimləşdirmək üçün ona ing artırırıq. Məsələn, to read oxumaqdırsa, reading oxuma deyə o həmin prosesin adıdır. Belə, gerundlar bu qədərdir. Tekstləri oxuyun, cümlələri praktik eləyin. Növbəti mövzuda imtahandan sonra görüşərik. Özünüzə yaxşı baxın.